Hoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Yanvarın 27-sində Sumqayıt Məhkəmə kompleksində həmin məhkəmənin hakimi Vəfa xanım Şirəliyevanın sədrliyi ilə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan Tarverdiyev Davud Sabiroğluna və Sumqayıt Şəhər 4 saylı notarial ofisinin xüsusi notariusu Cəmaləddin Rüstəmova qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payının müəyyən edilməsinə dair iddiaya baxılmışdır. Nəzərinizə çatdırım ki, iddiaçı Səbinə İsmailovanın bu prosesində şahid ifadələri dinlənildi, həmçinin iddiaçı Səbinə İsmailovanın vəkilinin qaldırdığı vəsatətlər dinlənilib və məhkəmə həmin vəsatəti təmin edib. Məhkəmə qeyri-müəyyən vaxta dək təxirə düşüb. Məhkəmə qapalı keçirildiyinə görə mən prosesdə iştirak etməmişəm və buna görə də Səbinə xanım İsmailovanın özünü dinləyək. Məhkəmə prosesində nələr baş verib, vəsatət nədən ibarət idi? Bütün bunlarla bağlı izləyicilərimizə açıqlama versiniz. Səbinə xanım, məhkəmə prosesində nələr baş verdi? İzləyicilərimizə bu haqda məlumat verə bilərsinizmi? Dalınca, arxasınca isə bir sıra suallarım var ki, onları sizə verəcəm. Bildirirəm ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında qardaşım Tarverdiyev Davud Sabiroğluna və Sumqayıt Şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu Cəmaləddin Rüstəmova qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payının müəyyən edilməsinə dair iddia ərizəmiz vardır. İddia ərizəmizin araşdırılmasına dair hazırlıq iclası zamanı tərəfimizdən məhkəməyə Davud Tarverdiyevin həqiqətən də miras payından imtina edilməsi ərizəsinə məni aldatmaqla qol çəkdirdiyini sübut edən səs yazıları təqdim olunmuşdur. Həmən səs yazılarında Davud Tarverdiyev əcəb edib belə etmişəm, digərində isə belə etdim ki, sənədlərin arxasınca bir adam geçsin deyərək etdiyini əməlli etiraf etmişdir ki, bu da imtina ərizəsinin mənim iradəmə zidd şəkildə tərtib edildiyi sübut edir. Bugünkü məhkəmədə həmin səslərin Davud Tarverdiyeva aid olub-olmadığı soruşduqda konkret cavab verilmədiyindən həmin səslərin mütəxəssis tərəfindən araşdırılması üçün ekspertiza keçirilməsinə dair vəkilimin tərəfindən vəsait verilmişdir. Vəsatət verilmişdir. Vəsatət etmişdir, bəli. Qeyd etmək istəyirəm ki, məhkəmənin gələcəkdə verəcəyi qərarın obyektivliyin baxımından bu etiraf edici səslərin Davud Tarverdiyeva aid olub-olmaması mütləq yoxlanılmalıdır. Biz hesab edirik ki, məhkəmə bu məsələyə ciddi yanaşıb düzgün qərar verəcəkdir. Çünki qardaşım Davud Tarverdiyevlə mənim danışıqlarım zaman o mənə həmişə ona heç bir şey edə bilməyəcəyini məhkəməyə versəm belə istənilən vasitə ilə orada da bildiyini edəcəyini deyirdim. Eyni zamanda bildirirəm ki, Davud Tarverdiyev Sumqayıt Şəhər Məhkəməsində olan mülki işə təsir göstərmək üçün Cəmaləddin Rüstəmovla əlbir olaraq yalandan həyat yoldaşımın 4 saylı Sumqayıt Şəhər notariusunun önündə xuliqanlıq etməsi ilə bağlı polisə məlumat vermiş, polis isə öz növbəsində faktla əlaqədar inzibati protokol tərtib edərək qəbul edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. Məhkəmə araşdırması zamanı 4 saylı notariusun işçiləri yalan ifadə vermişdir. Məhkəmədə buna görə həyat yoldaşımın təqsiri sübuta yetirilmədiyindən və şahidlərin yalan ifadə verməsinin əsas götürülərək inzibati protokolunun icraatına xitam verilmişdir. Ancaq mən hesab edirəm ki, Azərbaycan məhkəməsi müstəqildir və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Buradan cənab Prezident İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova, Ombudsman Səbinə Əliyevaya müraciət edirəm.
xahiş edirəm bu işin obyektiv baxılması üçün nəzarətə götürəsiniz. Mənim pozulmuş hüquqlarımı bərpa olunmasına kömək edərsiniz. Səbinə xanım, məhkəmə prosesində qarşı tərəfin şahidləri var idi. Çünki siz də öz şahidlərinizi gətirmişdiniz, şahid ifadələri dinlənildi. Qarşı tərəfdən şahid kim idi? Bəli, notariat kontorunun əməkdaşı Kifayət xanım gəlmişdi, şahid kimi iştirak eləmişdi məhkəmədə. Amma yəni olmayan bir söhbətlər açıldı. Nə idi o söhbətlər? Biz qardaşım notariat kontoruna çağıranda biz 3 bacı getmişdik. Nə məqsədlə çağırmışdı? 6 sot torpağa görə hədiyyə, sürpriz adı ilə çağırmışdıq və notariat kontorunun Cəmaləddin müəllimin yanında, yəni həmən vaxtı biz 3 bacı olmuşuq. Yəni Kifayət xanım orada olmayıb. Xeyr, olmayıb. Amma məhkəmədə nə deyirdi bəs? Məhkəmədə deyib ki, o şahidi olub, hamısını görüb. Yəni bizim iştirakımızı olduğumuzu... İştirakınızı görə bilərik. Həmin ki, sizin aranızdakı müqavilə bağlanırdı. Xeyr, yəni... Hədiyyə, sürpriz dediyi hədiyyə ilə Yox, bağlı. xeyr. O müqavilə bağlananda xanım orada var idi, notarial müqavilə bağlananda. Yox idi? Yox idi. Bir də Səbinə xanım, dediniz ki, səslə bağlı ki, qardaşınızın səsi məhkəmə ekspertizaya göndərilməsi ilə bağlı vəsatət qaldırıldı. Həmin səsi var sizdə? Səsləndirə bilərsiniz? Bəli, səsləndirə də bilərik. Deyirəm də, yəni varislik əgər bu, yəni bərpa eləyər. Bir də onu bərpa eləyək də, mən başqa nəsə deyirəm bərpa eləyər. Mən sağlığı həll edeyim, necə deyirsən bərpa eləyər, başda gedərik bir yerdə. Kəndə razılaşarıq, eyni fikrimiz eyni. Orada da məhkəmə yolundan demir, gedərik birinci Cəmaləddinin yanına. Orada formasını bizə deyər, vəkillər. Hansı formata deyirsiniz, gedərik onu bərqərar eləyər. Mən də onu deyirəm, mən nə deyirəm? Mən deyirəm, yox, deyirəm, sizi anlatmışam. Mən sana o vaxt da dedim ki, eləyərik. Amma sən onu bunu mənim üstümə salıbsan, məni məhkəmə ilə qorxutma. Yox, məhkəmə ilə yox. Onda istəyirsən, gəl bu birinci gün gedək də notariusu gedək, mən də gəlim, sən də gəl, o yolu görsətsin, notariusu müdürü, demir ki, necə yolu göstərərəm də, bərpa eləmək. Bu günə kimi mən demirəm, o Samıqın o məsələni həll eləməmişəm. Oranı qutarım, o çağırsınlar, oranı görüb nə olacaq, nə olmayacaq. Sonra deyirsən, sonra gedər. Samıqın mənə nə dəxlisi var ki, Samıq o... Ağaçda onda, bəs sabah onu bir şey eləsə. Samıq mənə yəni demək istəyirəm ki, bu varisliyə ya bərpa eləməyə ona nə dəxlisi var, bərpanı eləyək də. Şəbinə, indi bunu belə bir yerdən ləğv eləsə, sən deyəncidir. Mən də desəm, ləğv eləsə... Samıqda neçə hektardır, yoxsa necədir? Samıqda sabah gələk, onda 7 nəfər, belə deyədir, 8 nəfər, 9 nəfər gedib orada bu rolu oynamalıdır. Rəhmətli azı olan kim varislər var. Amma siz mənim üçün mənə davranış vermişsiniz ki, elə bir belə deyədir, mən o məsələ həll edeyim. Onu da həll eləyəndən sonra Allah'tan gizlidir, onu həll eləyəcəm, deyəcəm ki, ay bax, başda hamıza ki, bax belə elan eləyəcəm, ondan sonra da gedərsən, sən dediyin məsələni bərpa eləyərik. Bitti. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, Səbinə İsmailova və onun qardaşı Davud Tarverdiyev arasında onların atasının mirası və eyni zamanda Sumqayıt 4 saylı notarial idarəsində bağlanılan müqavilənin, şəhadətnamənin ləğv edilməsi, həmçinin miras hüququnun bərpa olunması ilə bağlı məhkəməyə iddia qaldırılmışdır. Məhkəmə prosesi şahid ifadələri ilə yanvarın 27-sində davam etdi və verilmiş vəsatət ki, bu səsdəki həqiqətən Davud Tarverdiyevə məxsusdur ya yox, bununla bağlı məhkəmə vəsatəti təmin etdi və Davud Tarverdiyevə məxsus olan bacısı Səbinə İsmailova arasında olan telefon danışığı ekspertiza rəyinə göndərilib. Nəzərinizə çatdırım ki, Səbinə İsmailova və onun digər qardaşları, bacıları
onların atası Sabir Tanrıverdiyevin miras hüququndan məhrum edilib. Onlardan yalnız Davud Tanrıverdiyevdə qalıb bu hüquq. Çünki Davud Tanrıverdiyev bacısı Səbinə İsmailovanın iddia etdiyinə görə 4 saylı notarial kontorun xüsusi notariusu Cəmaləddin Rüstəmovla əlbir olaraq onları saxta yolla məhrum eləyib, aldadaraq onları mirasçılıq hüququndan məhrum edib. Səbinə İsmailova isə iddia edir ki, bununla bağlı çox sonra xəbər tutub və xəbər tutan kimi də qardaşına dəfələrlə müraciət eləyib. Qardaşı isə onu deməsinə görə Səbinə İsmailovanın yola verib ki, Samuqda torpaq var, onu yola qoysun ki, çox adam buradan Gəncəyə, Samuğa getməsin və digər problemlər var ki, onları yoluna qoysun. Böyük qardaş kimi daha sonra isə aldatdığı Səbinə xanım İsmailova iddia edir ki, qardaşı Davud Tanrıverdiyev onları aldadıb. Aldatdığı bacının miras hüququnun bərpa olunması üçün, həmçinin həmin şəhadətnamənin ləğv edilməsi üçün yenidən Cəmaləddin Rüstəmovla birlikdə bu nöqsanlarını aradan qaldıracaqlar. Lakin göründüyü kimi bu günə qədər də həmin problem aradan qaldırılmadığına görə Səbinə İsmailova çıxış yolunu məhkəmədə görüb, məhkəmədə iddia qaldırmaqda görüb. Və düz də edib, çünki Azərbaycan məhkəmələri müstəqildir. Azərbaycan məhkəmələri Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaq üçün məhkəmə araşdırması aparır və yekunda onların hüquqlarını bərpa edir. Çoxları deyir ki, əgər sənəddə imza varsa, əgər sənəddə peçat, möhür varsa, bu o deməkdir ki, sən daha öz hüquqlarını bərpa edə bilmərsən. Bitti artıq. Saxta yolla, doğru yolla, hər nə yolla artıq bu sənədi əldə etmişəm və miras da mənimdir deyir. Ancaq Azərbaycan qanunları bütün bunları aradan götürmək üçün məhkəmələrə səlahiyyət verib və məhkəmə araşdırması nəticəsində də ümid edirəm ki, Səbinə İsmailovanın haqlı iddiası, haqqı, hüququ olan bərpa olunacaq və bu məsələ xoş müstəvidə öz həllini tapacaq. Mən keçən reportajımda da demişdim ki, əslində bunların arasında bir ağsaqqal, bir ağbirçək olmalıydı ki, bu bir ailə problemi idi və bu ailə problemi ailə içində həll olunsun. Lakin görünür ki, Səbinə xanım ha çalışsa da buna, mən dəfələrlə bununla bağlı onunla danışmışam və demişəm ki, bəlkə qardaş bacısız, öz aranızda həll eləyəsiniz. Səbinə xanım deyir ki, mən çox çalışdım buna. Qardaşım nə dedi, razı oldum ki, hüquqlarımı bərpa eləsin. Amma sonunda gördüm ki, məni 4 saylı notarial kontorda aldatdığı kimi yenə də aldatmaqda davam edir. Buna görə də çıxış yolunu məhkəməyə müraciət etməkdə görür. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. Öz hüquqlarınızı bilin, oxumadığınız heç bir sənədə imza atmayın. Hətta sizə yalnız imza yerini göstərsələr ki, bura imza atın, necə ki Səbinə İsmailovaya belə eləyiblər, vərəqləri qaldırıb buradan imza at, buradan imza at, oxumadan imza atıb. Bunu siz də etməyin ki, məhkəmə qapılarında qalmayasınız. Təbii məhkəmələr bunun üçündür ki, sizin hüquqlarınızı araşdırsın. Amma hər bir halda bu yola qədər gəlməmək üçün, bu problemlərlə qarşılaşmamağınız üçün mütləq sizə təqdim edilən bütün sənədləri oxuyun. Oxumamış heç nəyə imza atmayın. Mənim bildiyimə görə, mən belə bilirəm, mən jurnalistəm, bu haqda araşdırmışam, oxumuşam, deyilənlərə görə bir neçə hüquqşünasdan və vəkildən soruşmuşam, onlar deyirlər ki, vərəsəlik hüququndan imtina edərkən şəxs kompüter variantında çıxmış sənədə deyil, öz əli ilə yazmalıdır ki, mən ya qardaşımın, ya bacımın, ya ümumiyyətlə vərəsəlik hüququndan imtina eləyirəm, atamdan mənə qalan mirasdan imtina eləyirəm. Bu isə Səbinə xanım İsmailova ilə Davud Tanrıverdiyev arasında baş verməyib və bütün bunlarla bağlı məhkəmə araşdırması davam edir. Təşəkkür edirəm hər birinizə bizi izlədiyiniz üçün. Paylaşın və abunə olun ki, Azərbaycanda baş verən ictimai siyasi hadisələr, həmçinin qalmaqallı məhkəmə prosesləri, bu proseslərdə baş verən çəkişmələr, əldə olunan nəticələr, verilən qərar və qətnamələrin bizdən Azad Media TV olaraq izləyəsiniz.